in our motherland. Günahsız analar, bacılar, qardaşlar, günahsız körpələr, hamı günahsız insanlarıq biz. Heç bir günahımız yoxdur, gətiribdilər. Nə olar, var getdi əlimizdən, varımız da gedib, evimiz də gedib. Ancaq özümüz nə üçün dustaq qalmalıyıq burada. 7 ayda biz dustaq qalırıq, 7 ayda yol gözləyirik. Burada kadrlarda gördüyünüz anamız təəssüf ki, hal-hazırda həyatda yoxdur. Məndə olan məlumatlara görə bu anamız əsirlikdən qayıdıb və burada diqqət eləsəz, alnında bir qarartı görəcəksiniz. Məndə olan məlumata görə, səhv etmirəmsə, bu anamız güllə yarası alıb, sonradan bu müalicə olunub. Müalicə olunduqdan sonra, bir neçə müddətdən sonra, koma vəziyyətinə qaldıqdan sonra şükürlər olsun ki, düzəlib. Amma bu əsirliyin bu çətin günləri, çətin vəziyyəti, aldığı yaralar, müəyyən streslər nəticəsində çox təəssüflər olsun ki, əsirlikdən qayıtsa da bir müddətdən sonra vəfat etmişdir. Bu kadrda olan əsirlərimiz məndə olan məlumata görə Kəlbəzərli əsirlərdir və müəyyən gün fərqi olmaqla eyni vaxtlarda əsir düşüblər. Bura artıq Şuşa türməsidir. Hansı ki, o Şuşa türməsi ki, o erməni vəhşiliyinə şahid olub. Bütün daşı, torpağı,